Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. En birinci salamlayıram qardaşlarım. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sonra ise alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hem sanalar edirik ki müvəffəq elədik, qardaşlarla bir araya gəldik, toplaşdıq. Həqiqətən də Allah Subhanahu wa Ta'ala bize əta etdiyi nemətlər çoxdur. O nemətlərdən də biri və əzəmətli bir nemətdir, qardaşlarla bir araya gəlmək. İbn-i Qayyim rahimehullah deyir ki, qardaşlarla bir araya gəlməkdən daha ləzzətli bir şey qalmayıb dünyada. Və bunu 7 əsr bundan qabaq deyir rahimehullah. Elhamdülillah bu nemətdir və bilmək lazımdır ki, bütün nemətlər də Allah Azze ve Celle'dəndir. Necə ki Allah Subhanahu wa Ta'ala özü buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir nemət Allah'tandır. Hansı nemətlər var? Hamısı Allah'tan. Və hər bir nemətin şükrü olduğu kimi bunun da bir şükrü var. Allah Subhanahu wa Ta'ala buyurur ki, وَلَا اِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər siz şükr etsəniz, yəni mənim verdiyim nemətlərə, mən sizə olan nemətimi artıracaq. وَلَا اِنْ كَفَرْتُمْ فَاِنَّ عَذَابِي لَشَدِيدٌ. Əgər küfr etsəniz, yəni mənim sizə verdiyim nemətləri inkar etsəniz, o zaman mənim əzabım şiddətlidir, deyir Allah Subhanahu. Deməli, hər bir nemətin şükrü var. Qardaşlığın da, qardaşlarla bir araya gəlməyin də nemətli və şükrü var. Sonra isə həm özümə, öz nəfsimə, həm də qardaşlarıma bugün xatırlatma etmək istədiyim məsələ ixlasdır, qardaşlar. Allah Subhanahu wa Ta'ala ilə sadiq olmaq, ixlaslı olmaq. Əməlləri yalnız alimlərin Rəbbi olan Allah Azze ve Celle üçün etmək. Və diqqət eləsək, ixlas qəlblə olunan əməldir. İxlas qəlbin əməlidir. Və şəriətimizdə qəlblə olunan əməllərə əhəmiyyət verilir və diqqət göstərilir. Fikir versəz, Allah Subhanahu wa Ta'ala qəlblə olunan əməllərdən ən əzəmətlisi təqvadır. Allah Subhanahu wa Ta'ala buyurur ki, İnne akramakum indallahi etqakum. Həqiqətən də sizin Allah qatında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. Və qorxu da, təqva da qəlblə olunan əməl. Fikir verin, ən hörmətli edən təqvadır və o da qəlblə olur. Və ixlas da odur. İxlas da insanın qəlbi ilə etdiyi əməllərdəndir. Nədir ixlas? İxlas barədə salih sələflərdən diqqət eləsək sözlərə, onlardan İbn Ədhəm rahimehullah deyir ki, Əl-ixlasu sidqun niyyəti mə'allah. Allahla sadiq olmaqdır. Niyyəti Allaha xaslaşdırmaqdır. Allahla səmimi olmaqdır. Və həmçinin Səhl İbn Abdilləhdən rəvayət olunur ki, o deyir ki, ixlas haqqında fikir verin, ixlasın əzəmətliyini bildirmək üçün deyir ki, Əl-ixlasu ən yəkunə sukunəl abdi və hərəkatuhu lillah. Qulun sakit, hərəkətsiz durmağı da, qulun hərəkət etməyi də aləmlərin Rəbbi olan Allah üçün olur. Bax, bu ixlasdır. Sən yerində duranda da, hərəkət eləyəndə də, danışanda da, susanda da, bir şeyi tutanda da, onu tutmağı tərk eləyəndə də, hər bir şeyində nədir? Allah Azze ve Celle üçün olur. Həsən Əl-Basri rahimehullahdan soruşurlar ki, ey imam, sən necə bu mənzilə çatdın imamlığa? Deyir ki, mən bir şeyə həyatımda diqqət edədim. Yəni, bir şeyə nəzarət edədim həyatımda. Onunla bu mərhələyə gəlib çatdım. Deyir ki, mən yerimdən qalxmamışdan öncə düşünürəm, nə üçündür qalxmağım? Allah üçünsə qalxıram, nəfsim üçünsə qalxmıram. Mən bir şey tutanda düşünürəm, nə üçündür bu tutmağım? Allah üçünsə edirəm, yoxsa yox. Fikir verin, ixlas. Əməllərin, hər bir hərəkətin, hər bir duruşun Allah üçün olmasının mühümliyi. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah ixlas haqqında deyir ki, və huva haqiqatul İslam. İslamın əsli, həqiqəti odur. Çünki qardaşlar, Allah Subhanahu wa Ta'ala qullarını bir qayə üçün yaradı. Fikir versəz, Allah Subhanahu wa Ta'ala qullarını nə üçün yaradı? Onu bizə xəbər verəndə, vurğulayanda
Allah Subhanahu taala buyurur ki: "Və ma xalaqtul cinne vel insa illa liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratmışam deyir Allah Azze ve Celle. Fikir versəz burada ixlas var. Allah Subhanahu ve Teala ixlasa işarə edir. Yalnız mənə, yəni məndən başqası olmasın o ibadətin içərisində. Ora məndən başqası qarışmasın. Necə ki Muhammed ibn Abdülvahhab rahimehullah 3 əsas risaləsində qeyd edir ki, ayədə keçən ya'budun ey yuvahhidun. Yəni məni ibadətdə təkləşdirsinlər. Başqa heç nə olmasın o ibadətin içərisində. Yəni ixlasla olsun ibadət. İnsanlara özünü göstərmək üçün və s. və s. Bunun üçün yox. İxlasla olsun. Və həmçinin fikir versək, qəlblə olunan əməllərə şəriətin necə diqqət cəlb elədiyini, necə diqqət yönəltdiyini, əhəmiyyət verdiyini Muhammed sallallahu aleyhi və səlləm bir hədisində qəlbinə, sinəsinə işarə edir. Deyir ki, ət-təqva həhunə, ət-təqva həhunə, ət-təqva həhunə 3 dəfə deyir. Təqva buradadır, təqva buradadır, təqva buradadır. 3 dəfə təkrarlayır Muhammed sallallahu aleyhi və səlləm. Fikir verin, qəlbin İslamda duruş yerinə, mühümliyinə. Və başqa bir hədisdə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah la yanzuru ila suvarikum və amvalikum. Allah sizin zahiri görünüşünüzə və ya sizin mal mülkünüzə baxmaz. Subhanallah. Allah subhanahu və teala'nın qatında heç bir dəyəri yoxdur. Sənin zahiri görünüşün və ya sənin malının mülkün. Sonra isə buyurur ki Muhammed sallallahu aleyhi və səlləm və innəmə yanzuru ila qulubikum və a'malikum. Allah yalnız qullarının qəlbinə baxar. Qəlbinə baxar və əməllərinə baxar. Və bu hədislər hamısı qəlblə olunan əməllərin nə qədər İslamda mühüm olmasını göstərir. Onlardan da biri ixlasdır, qəlblə olunan əməllərdən. Həmçinin Muhammed sallallahu aleyhi və səlləm qəlb haqqında danışır və deyir ki, Ələ və innə fil cəsədi mudğa. Deyir ki, bədəndə elə bir ət parçası var ki, İzə salahət salahəl cəsədi kulluh. Əgər o ət parçası islah olsa, bütün bədən islah olar. Sonra buyurur ki, və izə fəsədət fəsədəl cəsədi kulluh. Əgər o ət parçası fəsad olarsa, bütün bədən fəsada uğrayar. Sonra isə buyurur ki, Ələ və hiyəl qalbu. Məgər o qəlb deyil. Fikir verin, insanın qəlbi islah olduqda bütün bədəni islah olur. Yaxşı, qəlbi necə islah edəcək? Qəlbin islah olması üçün nə lazımdır şəriətdə? Allah subhanahu teala necə öyrədib bizə? Qəlbin islahı üçün lazım olur qulda təqva olsun, Allah qorxusu olsun. İman olsun Allah subhanahu və teala. Allah subhanahu və teala'ya qarşı sevgi olsun qulun qəlbində. Resul Muhammed sallallahu aleyhi ve selleme karşı sevgi olsun. Ve Resul Muhammed sallallahu aleyhi ve sellemin sünnesine tabiçiliği olsun gerek kulun kalbinde. O olmazsa kalp ıslah olmaz. Kalp bu şeylerle ıslah olur. Fikir verin, Allah subhanahu ve teala öz kitabında buyurur ki وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ اَنْدَادًا. İnsanlardan eləsi var ki Allah'tan gayri ilahlar götürürler. Sonra buyurur ki yuhibbunhum kehubbillah. Allah'ı sevdikleri kimi sevirler öz bütlerini. Fikir verin. Sonra ise Allah subhanahu teala iman getirenlerden danışır ayağın axırında. Deyir ki وَالَّذ۪ينَ آمَنُوا اَشَدُّ حُبًّا لِلّٰهِ. Ama iman getirenlerin kalbi ise Allah'a daha bağlıdır, daha çok bağlıdır. Allah'a karşı onların sevgisi daha şiddetlidir. Ona göre bir kulun kalbinin ıslah olması için Allah subhanahu ve teala'ya karşı sevgi olmalıdır. Eğer olmazsa, əksi olarsa kulun kalbinde Allah subhanahu ve teala'ya karşı həqiqi sevgiden söhbət gedir. Gələcək, həqiqi sevgi necə olur? Vəsfi gələcək ayədə. Olmazsa ne olar? Allah subhanahu ve teala bakın ne deyir? Deyir ki Men kâne yuridul hayâted dunya ve zinetehâ. Kim dünya hayatını severse ve onun bərbəzəyinə
bağlanarsa nuvaffi ileyhim a'malahum fiha ve hum fiha la yubhasun. Biz onların dünyada etdikləri əməllərin mükafatını tam olaraq verərik. Onlar orada zərər çəkməzlər. Nə əməl etmirsən, o mükafatını Allah Subhanahu verər. Əgər dünyaya və onun bərbəzəyinə bağlanıbsa qəlb. Növbəti ayədə Allah Subhanahu Teala görün nə deyir? Buyurur ki Allah Subhanahu Teala: "Ulaikellezine leysa lehum fil ahireti illen-nar." O kəslər ki, dünyaya bağlanıb, dünyanın bərbəzəyinə bağlanıb onların qəlbi, Allah Subhanahu Teala deyir ki, onlar üçün ahirətdə oddan başqa bir şey yoxdur. Subhanallahil azim. Dünya həyatı və onun bərbəzəyinə bağlanan qəlbdən danışır Allah Subhanahu. Oddan başqa heç nə yoxdur o qəlb üçün. Ona görə də dünya həyatı, dünyanın bərbəzəyi Allah Subhanahu və Teala'ya qarşı olan sənin sevgi və üstün gəlməməlidir. Allahın sevgisi hər şeydən üstün tutulmalıdır. Və həmçinin dedi ki, Muhammed sallallahu aleyhi və səlləmə qarşı sevgi olmalıdır qulun qəlbində. Və onun sünnəsinə tabiçilik olmalıdır. İbn Abbas radiyallahu anhu Allah Resulundan bir qövl deyəndə deyirlər ki, Əbu Bəkir Ömər belə deyir. Deyir, Subhanallah, qorxuram başınıza daş yağa. Mən deyirəm, Allah Resulü belə dedi. Siz deyirsiniz, Əbu Bəkir Ömər belə dedi. Əgər Allah Resulunun qabağına Əbu Bəkir, Öməri, Osmanı, Əlini radiyallahu anhum əcməin, onları qoymaq olmazsa, necə bugün kimlərisə, sahabelərdən daha aşağı kimlərisə Muhammed sallallahu aleyhi ve sellemin qarşısına qoyasan. Fikir versəz, bütün bunlar da bir-birinə bağlı məsələlərdir. Allah'a olan sevgi, Resuluna sevgi, Resulun yoluna tabiçilik. Fikir verin. Allah'a sevgi boş bir iddiadan ibarət olmamalıdır. Allah Subhanahu Teala buyurur ki, Kur'an-ı Kerim: "Kul in kuntum tuhibbunallah." Alimlər deyirlər ki, bu ayə imtahan ayəsi. Allah'ı sevməyin imtihanıdır burada. Sevirsən yoxsa imtihan var burada. Allah Subhanahu Teala buyurur ki: "Kul in kuntum tuhibbunallah." Ey Resulüm, de insanlara, əgər siz Allah'ı sevirsinizsə, "Fettebi'uni." Mənə tabi olun. Yəni Muhammed sallallahu aleyhi ve sellemə tabi olun. Fikrin Allah Subhanahu Teala şərt qoyub. Məni sevirsiniz, isbat edin. Muhammed sallallahu aleyhi ve sellemə tabi olun. Və Muhammed sallallahu aleyhi ve sellemə tabi olsan nədir? Mükafat nədir bunun qarşılığında? Allah Subhanahu Teala ayənin davamında buyurur ki: "Yuhibbukumullah." Allah da sizi sevsin. Allah'ı sevirsənsə isbat elə, Muhammed sallallahu aleyhi ve sellemə tabi ol. Allah da sizi sevsin. Yuhibbukumullah. Və yaghfir lekum zunubakum. Sevməklə bitdi. Xeyr, Allah Subhanahu bir qulunu sevdisə, onda günahdan işini qoymaz. Və yaghfir lekum zunubakum, və Allah sizin günahlarınızı sizə bağışlasın. Allahu Gafurur Rahim. Allah Subhanahu Teala bağışlayandır, rəhimlidir. Və əgər qul qəlbini bu şeylərlə islah eləyərsə, Allah'a, Resuluna bağlılıq olarsa, dünya həyatı, dünyanın bərbəzəyi onda Allah'a və Resuluna qarşı olan sevgidən daha üstün olmazsa, qulun qəlbi islah olar. Və qulun qəlbi islah olarsa, o qəlb bir də günahlara çevrilməz, baxmaz. O gözlər harama baxmaz, əllər haramı tutmaz, ayaqlar harama getməz. Ona görə İbn-i Qeyyim rahimehullah deyir ki, hər kəs gecə yatmazdan əvvəl öz nəfsini hesaba çəkməlidir. Varmı gecə yatmazdan əvvəl öz nəfsini hesaba çəkən? Bugün nə etdim? Hansı xeyir əməlləri etdim? Hansı xeyir əməlləri təxirə saldım? İnsan özünü haqq hesaba çəkməlidir. Qiyamət günü gəlmədən, haqq hesaba çəkilmədən əvvəl özünü haqq hesaba çəkməlidir. Necədir səndə vəziyyət? Qəlbdə nədir hal? Baxmalısan. Və həmçinin bütün bunlar olduqdan sonra qəlb Allah'a və Resuluna, onun şəriətinə bağlandıqdan sonra qul bilir ki, başa düşür ki, Allah'ın kitabını oxuduqdan sonra Allah gizlini də aşkarı da bilir. Allah Subhanahu Teala buyurur ki: وَيَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ Allah gözlərin xain baxışını bilir. يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ Allah gözlərin xain baxışını bilir. وَمَا تُخْفِ الصُّدُورِ Və qəlblərin nə gizlətdiyindən xəbərdardır Allah Subhanahu Teala. Allah bilir sənin qəlbində nələr var, nələri gizlətmisən. Ona görə də qul qəlbin əməllərinə xüsusən də diqqət etməlidir. İxlas dedik ki, şəriətdə mühümdür. Nə üçün, qardaşlar? Biz baxsaq, Əhl-i Sünnə vəl Cəmaə ittifaq edib ki,
salih əməllərin hansı ki sən gün ərzində eləyirsən, səndən qəbulu üçün 2 dənə şərt var. O 2 şərt səndə olmazsa, gecə gündüz alnını səcdədən qaldırmasan belə Allah subhanahu teala səndən ibadəti qəbul eləməz. 2 şərt var. Onlardan birincisi ixlas, əməlin yalnız Allah subhanahu teala razılığı üçün olması. İkincisi mütabəətir Rasul. Muhammed sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olmalı sənin əməlin. Ona görə də qadağan olunan vaxtlar var namazın. Bir nəfər məsciddə namaz qılır qadağan olunan vaxtlar. İbn Mübarək rahimehullah girir məscidə, görür o halı. Namazı qılıb qurtardıqdan sonra ona deyir ki, belə etmə. Bu vaxt namaz qılmaq qadağandır, belə etmə. O isə cavabında deyir ki, sən deyirsən ki, mən namaz qıldığıma görə, ibadət etdiyimə görə Allah mənə əzab verəcək yəni. Fikir verin, qadağan olunan vaxtda namaz qılır və hüccəti odur ki, mən namaz qılıram, xeyir işdir. Ona görə Allah mənə əzab verəcək. İbn Mübarək olmalıdır xəta etməyən salimlərdən. Deyir ki, Allah subhanahu və teala sənə namaz qıldığın üçün yox, Muhammed sallallahu aleyhi ve sellemə müxalif olduğuna görə cəza verəcək, əzab verəcək. Namaza görə yox. Bu vaxt namaz qılmaq Muhammed sallallahu aleyhi ve sellemə müxalifçilik. Ona görə əzab verəcək, müxalifçiliyinə görə. Ona görə əməlinin qəbulu üçün 2 şərt. İxlas və Muhammed sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olması. Allah subhanahu ve teala ixlassız olunan əməl haqqında görün nə deyir qardaşlar? Diqqətlə qulaq asın. Allah subhanahu ve teala buyurur ki: "Və-qadimna ilə mə amilu min amelin fəcəalnahu həbəən mənfura." Allah subhanahu ve teala buyurur ki, biz onların etdikləri əməllərə baxdıq, sonra isə onların əməllərini havada uçuşan toz dənəciklərinə döndərdik. Subhanallah. Gecə gündüz qıldığın ibadətlər, verdiyin sədəqələr, tutduğun oruclar, etdiyin həc. Təsəvvür elə, Allah subhanahu teala razılığı üçün olmazsa, Allah subhanahu teala buyurur ki, biz o əməllərə baxdıqdan sonra, diqqətin qulaq asın qardaşlar, biz o əməllərə baxdıqdan sonra o əməlləri havada uçuşan toz dənəciklərinə döndərəcəyik. Subhanallah. Çünki İmam Sə'di rahimehullah bu ayənin təfsirində nə deyir? Deyir, çünki Allah subhanahu ve teala yalnız Allah'tan qorxan, Allah'a iman edən və Allahla xalis olan, ixlaslı olan quldan qəbul edir əməllər üçün. İxlassız olan əməlləri isə Allah subhanahu o əməllərə baxandan sonra havada uçuşan toz dənəciklərinə döndərəcək. Yəni onlardan qəbul olunmayacaq. Əvvəldə dediyim kimi qardaşlar, biz əgər Allah subhanahu teala hətta yaratma qayəsinə baxsa, görərik ki, hətta Allahın yaratma qayəsi ixlasdır. İbadət, o ibadət necə? İxlasla. Allah subhanahu teala hansı ayədə özünə ibadəti əmr edibsə, dərhal ixlası vurğulayıb bu ayənin içərisində. Yəni, özünə şərik qoşulmasından çəkindirib. Yəni, ixlasla istəyib o ibadəti. Sadəcə ibadət et deməyib Allah subhanahu teala. Ona görə də hər dəfə ibadətində qəlbini yoxla. Yoxla gör orada o ibadət Allah üçündür, yoxsa başqa şeylər var orada. Ona bir bax. Başqa bir ayəyə fikir versək Allah subhanahu teala ibadəti əmr etmə ayəsinə. Allah subhanahu teala buyurur ki: "Fəmən kânə yarcu liqa'a rabbih fely'amel amelen salihan." Kim Rəbbi ilə görüşəcəyinə ümid bəsləyirsə, bu kəslərə aiddir. Kim ümid bəsləyir ki, Rəbbi ilə görüşəcək? Yəni iman əhlinə aiddir. Qoy salih əməl etsin. Sonra Allah subhanahu teala buyurur ki: "Və la yushrik bi ibadati rabbih ahada." Və Rəbbinə heç bir şeyi, heç bir kəsi şərik qoşmasın. Fikir verin, ibadəti əmr elədi, dərhal ixlası gətirdi. Şirkdən çəkindirdi, yəni ixlasla olsun dedi Allah subhanahu teala. Və ixlas barədə geniş danışma olar. Sadəcə istəyirəm sələflərdən bir rəvayəti gətirək, inşallah yekunlaşdıraq. Rəvayətdə gəlir ki, Ömər ibn Xattab radiyallahu anhu Əbu Musa Əl-Əşəriyə sahabədir, məktub yazır. Fikir verin məktubunda nə deyir, nəyi nəsiyyət edir, nəyi tövsiyə edir. Deyir ki, Ömər ibn Xattab radiyallahu anhu digər sahabəyə nəsiyyət edir məktubunda. Deyir ki,
Men halusat niyyətehu kefahullahu Teala. Ma beynehu ve beynen nas. Kim niyetini Allah için eləyərsə, gördüğü işlerde niyetini Allah için eləyərsə, insanların qınağından qorxmadan vesaire. Allah için eləyərsə, Allah onunla insanların arasında baş veren şeylerde ona kifayətdir. Allah onu qoruyar. Allah bəsdir ona. İnsanlardan ona nə gəlir gəlsin. Əgər o niyyəti ixlaslıdırsa, Allah ona bəs edər deyir. Son olaraq bir rəvayəti daha oxuyağın. Deyir ki, ixlasın qardaşlar nə qədər çətin olması haqqında son bir rəvayəti oxuyağın. Sufyan Əs-Savridən. Fikir verin, böyük imam, alim. İxlas barəsində deyir ki, Mə aləcdu şeyən əşəddu aleyyə min niyyəti. Həyatımda niyyətimdən daha çətin heç bir şey islah eləyə bilmədim. Yəni, islah etdiyim ən çətin şey niyyətim oldu, deyir Rahimullah. Fikir verin, islah etdiyim ən çətin şey niyyətim idi. Bəzi alimlər deyir ki, niyyətimi 30 il çalışdım, sonra islah eləyə bildim. Niyyəti islah eləmək, ixlaslı eləmək çətindir, onun üçün çalışmaq lazımdır. İbn-i Qeyyim Rahimullah'ın dediyi kimi, qul öz nəfsini daim hesaba çəkməlidir. Təbii ki, ixlas barədə danışmaq olar, ixlası cəlb eləyən əməllərdən danışmaq olar, ixlası insandan uzaqlaşdıran əməllərdən danışmaq olar. Lakin vaxtımız azdır, ona görə istəmirik uzadaq. İnşallah Allah Subhanahu nəsib eləyərsə başqa görüşlərimizdə də danışarıq. Hansı əməllərlə insan ixlasa çata bilir və hansı əməllərlə insan ixlasdan uzaq düşür. Bu məsələləri toxunarıq. Doğrusunu Allah bilir. Subhanəkəllahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyh. Allah Subhanahu hamımızı ixlasla etsin. Bizdən də